Saqlanışqa tegishlik sal qarilyvatqan gunohlar. Abdori Muhammad Salih al-Munajjid. Tərcümandan. Cimi aləmnin Rəbbi Allahqa çəksiz mədhiyyələr bolsun. İnsaniyətə Allahның ən axırqi vəhi Qur'an-ı Kərimni yetküzüş şərəfiga nail bolğan söyümlük peyğəmbərimiz Muhammad əleyhissalamğa və onun izidan manğan barcha imandaşlarga salam bolsun. Qo'lingizdagi bu asar Saudiya Arabistonlik ulamo Muhammad Salih al-Munajjid tarafidan tuzilgan bo'lib, ayni vaqtdagi Saudiya Arabiston bosh muftiysi Abdulaziz Abdullah bin Baz tarafidan alohida olqishga erishib, beg'ishlim yozilgan ekan. Saqlanishga tegishli kishilar sal qaravatgan gunohlar deb tarjim berilgan bu asarda siz keng musulmon ommasi oddiy ish deb o'tib ketayotgan nurg'un gunoh ishlarni ayet ve hadis endişisi boyunca yeniden közden keçirip, navada özünüzü saqlanıvatqan məsələlər bolsa, tüztüyeliş arqılıq təqvadar bəndilərdən bulup qilişinizə mühim türtkü boğusu deb oylayman. Gerçi bu əsərni bundan 10 neçə yıllar burun tərcüm qılıb saqlab kelgan bolsammı, imkaniyet yar bəmgən idi. YouTube ketmey qalğan qol yazma materiallarım içidən rətlab çıxıb, kən kitapxanalar bilan yüz görüşdürüşkə əmdi nisib boldu. Xotam mədraslərdə iştiyaq bilən həvəs qılıb gələn armanlarım türtkisida xalisanlıq asasında tərcüm qılınğan bu əsərdə səviyyəmnin çəklik bolishi səbəblik körülgən nuqsanlarni yox degili bolmaydı. Həmmimiz birdək rizasını izləvatqan igimiz Allah'tan təqsiratlarımğa əfu soraş bilən billə oqurmanlarning tənqid fikirlərini tövənçilik bilən qəbul qılman. Kamali ehtiram bilən heytahum məmtimin. 2017 yıl 9 yanvar Helsinki.